Salam hörmətli izləyicilər, sizinlə mənəm ATV-nin direktoru Yaşar Şirvani. Bugün Abşeron rayonu Xırdalan şəhərində Abşeron Mədəniyyət Mərkəzinin iştirakı ilə Heydər Əliyev adına mərkəzdə ünlü şairimiz Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi bədii və musiqili gecə keçirilir və bu gecə haqqında sujetlərimizi sizlərə təqdim edəcəyik. Əziz tədbir iştirakçıları, bugün həqiqətən bizim Bəxtiyar taleyi yaşayan bir şairin yubileyinə biz yığışmışıq. Bəxtiyar müəllimin yubileyi xeyli müddətdir təkcə bizim Azərbaycanda deyil, ümumən bütün Türk dünyasında qeyd olunur. Türkiye'de ben o gün baktım, telekanalların bir neçəsi o haqda məlumat verdi. Ümumən Bəxtiyar müəllim elə bir şairdir ki, yəni bütün Türk dünyasına onun aidiyyəti var. Çünki başdan ayağa millətinin taleyi ilə yaşayıb yaradıb və bütün yaradıcılığında demək olar ki, Azərbaycan həqiqətlərini əks etdirib, Türk halklarının taleyini yazıb, köçürdüm, varaq. Bəxtiyar müəllim, sözsüz ki, Bəxtiyar müəllimin yaradıcılığı haqqında mən çox şey danışa bilərəm. Çünki bizim çox bağlılığımız olub. Mən hələ lap ali məktəbin ikinci kursunda oxuyarkən iki şair mənim haqqımda deməli, qəzetlərdə adımı çəkmişdilər. O vaxtda çox cavan idim, təbii ki, 16-17 yaşım vardı. Onlardan biri mərhum Nəbi Xəzri idi, bizim böyük şairimiz. O birisi isə Bəxtiyar Vahabzadə. Nəbi Xəzri rəhmətlik Azərbaycan Gəncləri qəzetində ümumən orada yığılan şeirlər haqqında yazırdı, çap elətdirirdi, məqalələr yazırdı. Yəni, ən uğurlu şairlərin də şeirləri. Bizi Zaxarı ilə devam edir. Bu gözəl gecəmizdə əlbəttə ki, nəğməkar şairimizin sözlərinə bəstələnmiş bir çox musiqilərimiz səslənir. Amma bu məqamda ən çox sevdiyimiz bir də şeiri var şairimizin, təklik şeiri. Onu bizim çox istedadlı gənc aktyorumuz Sahib İbrahimovun təqdimatında işləyəcəyik. Alqışlarla aktyorumuzu qarşılayaq. Xəyal gah dağdadır, gah darında, gah göyə yüksəlir, gah edir insan. Otaqda 5 saat tək oturanda 100 ilin dərdiyle yüklənir insan. Elə bil divarlar gəlir üstünə. Qulağın səslənir, qəlbin döyünür. Alışıb yanırsan sən üstünə. Nidalar gözündə suala dönür. İnsanı tez yorar düşüncələrdə. Verib nəfəsini dərd olan insan. Özündən başqası olmayan yerdə insan olduğunu unudar insan. Dünyaya gəlmədik bizə vəsilə. İnsan da bizə gərəkdir. Bağa tək qınına çəkilənlərə ürək nə gərəkdir, dil nə gərəkdir. Yol tapa bilərmi saz ürəklərə, mizrab asla, tenə dəyməsin. Çıxarmı qönçədən tək bir cəkərə, bülbülün nəfəsi gülə dəyməsin. Öz el obasını tərk etdiyindən tək tənha dolanır bayquş bu gündə. Kolların dibində tək bitdiyində boynu bükük olur bənövşənində. Özür istəyirəm mən.
Nefessiz babetlerim, sabirlerim o nefesi. Nefessiz babetlerim, sabirlerim o nefesi. Aklımızda yaşabilsin, Allah'ın sesi. Aklımızda yaşabilsin, Yaşasın Azərbaycanımız. Minnətdarıq hər-birinizə, dəyərli parçalarımız, dəyərli musiqiçilərimiz, sizə təşəkkür edirik. Əziz tədbir iştirakçıları, bununla da xalq şairi, dünya şöhrətli Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş Vətən Oğlu adlı ədəbi bədii gecəmiz sona çatdı. Hər birinizə dəyərli üçün təşəkkür edirik. Hörmətli izləyicilər, beləliklə tədbir başa çatdı. Tədbirin gedişində Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş xatirələrini şair Ağacavad, Yusif Nəğməkar dilə gətirdilər və Abşeron musiqiçiləri də onun şeirlərinə bəstələnmiş nəğmələri ifa etdilər. Sağ olun, salamat qalın.